Salam uşaqlar, bugün 9-cu sinifə aid audio mətnlər işləyirik. Davam edirik. 12-ci mətnimizdir və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir. Başlayaq, dinləyək. Абдулла Талыбзаде – известный азербайджанский поэт, прозаик, драматург, переводчик и педагог. Он известен под литературным псевдонимом Абдулла Шаик. Будущий писатель родился в 1881 году в Тифлисе. Начальное образование он получил в Тифлисской школе. Свое образование Абдулла Шаик продолжил в Иране. Он изучил персидский и арабский языки, восточную литературу. В 1901 году Абдулла Шаик переехал в Баку. Здесь самостоятельно изучил русский язык и сдал экзамен на должность учителя. Он преподавал в школах, писал стихи и рассказы, печатал пьесы. Абдулла Шаик создал несколько романов и поэм. Он также является автором многих учебников. Первым его учебником был Ватан Дили. Абдулла Шаик известен как первый детский писатель Азербайджана. Его стихотворные сказки «Тык-тык-ханум», «Хороший друг» – любимые произведения азербайджанских школьников. Книги писателя часто издавались на азербайджанском языке и переводились на многие языки. Сам он тоже часто переводил произведения известных иностранных поэтов и писателей. Писатель был заслуженным деятелем искусств Азербайджана. В Баку открыт дом-музей Абдуллы Шаига. Азербайджанский государственный кукольный театр носит его имя. Belə uşaqlar dinlədik. İndi də başlayaq. 45-ci sualımız belədir. Amma suala keçməmiş, üzrü sayın, mən bu mətni tərcümə etməliyəm ki, tam biləsiniz ki, söhbət kimdən və nədən gedir. Deməli, Abdullah Talıbzadə tanınmış Azərbaycanlı şair, nasir, dramaturq, tərcüməçi və pedaqoqdur. O, deməli, ədəbi təxəllüsü olan Abdullah Şaiq adı ilə tanınır. Gələcək yazıcı, deməli, 1881-ci ildə Tiflisdə anadan olmuşdur. O, ibtidai təhsilini Tiflis məktəbində aldı. Abdullah Şaiq, deməli, təhsilini İranda davam etdirdi. O, fars və ərəb dillərini, şərq ədəbiyyatını öyrənmişdir. 1901-ci ildə Abdullah Şaiq Bakıya köçmüşdür. Burada o özü, deməli, rus dilini öyrənmiş və müəllim vəzifəsinə imtahan, deməli, vermişdi. O, məktəblərdə, deməli, dərs demiş, şeirlər və hekayələr yazmış, pyeslər çap etdirmişdi. Abdullah Şaiq bir neçə roman və poema yaratmışdı. O, həmçinin bir çox dərsliklərin müəllifidir. Onun ilk dərsliyi Vətən dili olmuşdur. Abdullah Şaiq Azərbaycanın ilk uşaq yazıcısı kimi də tanınır. Onun şeirləri yazılmış nağılları Tıq-tıq xanım, Yaxşı dost Azərbaycan məktəblərində deməli, uşaqların sevdiyi əsərlərdir. Deməli, yazıçının kitabları tez-tez Azərbaycan dilinə nəşr olunurdu və bir çox dillərə də tərcümə edilirdi. Və deməli, o özü də tez-tez deməli, tanınmış xarici şair və yazıçıların əsərlərini tərcümə edirdi. Yazıcı Azərbaycanın əməkdar incəsənət xadimi olmuşdur. Bakıda Abdullah Şaiqin ev muzeyi açılmışdır. Azərbaycan Dövlət Kukla Teatrı onun adını daşıyır. Və indi gəlin suallara. Bax, indi suallarımızı, deməli, baxa bilərik. Определите основную мысль текста. Əsas ideya söhbət nədən gedir? Abdullah Şaiq видный azərbaycanski poet, prozaik, dramaturq, pedaqoq. Abdullah Şaiq görkəmli Azərbaycan, deməli, şairi, nasir, dramaturq və pedaqoqdur. Əlbəttə ki, onu götürə bilərik A variantını. Так, дальше. 46. Исходя из текста, определите верный ответ на вопрос. Deməli, mətnə görə bu suallara cavab verməliyik. Какие произведения Абдуллы Шаига любят азербайджанские школьники? Deyir ki, Azərbaycan məktəbliləri Abdullah Şaiqin hansı əsərlərindən zövq alırlar? Несколько поэм, bir neçə poema, стихотворные сказки, deməli, poetik nağıllar, рассказы, стихи, hekayələr və şeirlər, roman и piyes, roman və piyeslər,
и многие учебники, çoxlu dərsliklərdə, yəni. Əlbəttə ki, biz də bilirik ki, стихотворные сказки deyə biz C variantını seçirik. 47. Дополните предложение информации из текста. Tamamlamalıyıq deməli bu cümləni. Будущий писатель свое начальное образование получил. Deyir ki, gələcək yazıcı deməli öz ibtidai təhsilini harda almışdı. В государственной школе, dövlət məktəbində, в Бакинской школе, Bakı məktəbində, в Иранской школе, İran məktəbində, в Tiflisской школе, Tiflis məktəbində, в Azərbaycanской школе, Azərbaycan məktəbində. Biz də bilirik ki, Tiflis məktəbində D variantını seçirik. Дальше. Определите верное и неверное утверждение. Burada səhv və düz deyə deməli seçməliyik. Произведения иностранных поэтов Абдулла Шайх переводил редко. Düzdürmü, yoxsa səhvdir? Deyir ki, Abdullah Şaiq xarici şairlərin əsərlərini nadir hallarda tərcümə edirdi deyə yazıb. Düzdürmü, yoxsa səhvdir deyə biz seçməliyik. Əlbəttə ki, bu səhvdir. Так, Abdullah Şaiq literatурный psevdonim писателя Talıbzadə. Düzdürmü, yoxsa səhvdir? Deyir ki, Talıbzadə deməli Abdullah Şaiq deməli ədəbi təxəllüsü Talıbzadənin düzdür, yoxsa səhvdir? Əlbəttə ki, biz bilirik ki, bu düzdür. Так, дальше. Абдулла Шайх сдал экзамен на должность учителя в Tiflis'e. Abdullah Şaiq Tiflisdə imtahan veribdi. Yəni müəllim vəzifəsinə keçmək üçün deməli düzdür, yoxsa səhvdir? Əlbəttə ki, burada неверно. Vətən dili первый учебник известного педагога Abdullah Şaiq. Vətən dili görkəmli müəllimin Abdullah Şaiqin ilk dərsliyidir. Səhvdirmi, yoxsa düzdür? Əlbəttə ki, biz düz deyirik. Deməli, A variantını seçirik. Значит, verno. Belə uşaqlar, sağ olun, görüşərik.